Gəlin birlikdə zaman maşınına ələşək və yüz minlərlə il geriyə bəşəriyyətin şəfəq vaxtına səyahət edək. Bugün müasir Azərbaycan torpaqlarında ilk insanların hekayəsini, onların həyat mübarizəsini və bizə qoyub getdikləri mirası araşdıracağıq. Bəli, yəqin ki, hamımızı maraqlandıran əsas sual budur. Bu torpaqlarda başlayan insanlıq hekayəsinin ilk qəhrəmanları kimlər idi? Onlar necə yaşayırdılar? Nəyə inanırdılar? Gəlin, bu sualların cavabını birlikdə axtaraq. Yaxşı, bəs bu səyahətimizin yol xəritəsi necə olacaq? Biz paleolit dövrünü, yəni qədim daş dövrünü 3 böyük mərhələyə bölərək araşdıracağıq. Öncə hər şeyin başladığı alt paleolitə, sonra mühüm kəşflərin edildiyi orta paleolitə və nəhayət, müasir insanın, yəni bizim əcdadlarımızın səhnəyə çıxdığı üst paleolitə nəzər salacağıq. Deməli, hər şeyin başlanğıcına gedirik. Bəşər tarixinin ən uzun, ən qədim və ən müəmmalı dövrünə, regionumuzda ilk insan izlərinin göründüyü vaxtlara. Və bu uzun hekayəni başladanlar bacarıqlı insan, yəni Homo habilis idi. Onlara bu adın verilməsi heç də təsadüfi deyil. Çünki onlar ətrafdakı materiallardan, xüsusilə də daşlardan, özləri üçün çox sadə, amma həyati əhəmiyyətli alətlər düzəltməyi bacarırdılar. Bəs onlar necə yaşayırdılar? Təbii ki, tək başına deyil. Onlar ulu icma adlanan kiçik qruplar halında birləşirdilər. Amma bunu indiki kimi bir cəmiyyət, bir kənd kimi təsəvvür etməyin. Əsla. Bu, sırf özlərini qorumaq və birlikdə ov etmək üçün yaranan, heç bir qohumluq əlaqəsinə əsaslanmayan, tez-tez dağılıb yenidən formalaşan müvəqqəti birlikləri idi. Təsəvvür edin, onların həyatı tamamilə təbiətin ümidinə qalmışdı. Yəni, onlar heç nə istehsal etmirdilər, sadəcə təbiətin onlara bəxş etdiklərini, yəni meyvələri, bitki köklərini, gilə meyvələri toplayırdılar. Buna da tarixçilər mənimsəmə təsərrüfatı deyir. Ovladıqları heyvanları parçalamaq üçünsə çay daşlarından yonduqları kobud, amma işə yarayan alətlərdən istifadə edirdilər. Yaxşı, bəs bütün bu danışdıqlarımız sadəcə bir fərziyədir? Xeyr, Azərbaycanda bunun çox konkret bir ünvanı var. Qarabağda yerləşən möhtəşəm Azıq mağarası. Bu məkan sadəcə bir mağara deyil, bütün dünyada ən qədim insan məskənlərindən biri sayılır. Bu, əsl canlı tarixdir. Bir anlıq bu rəqəmi miqyasını düşünün. 350 min, 400 min il. Bu, ağlasığmaz bir rəqəmdir. Məhz Azıq mağarasında tapılan və Azıq adamı, yəni Azıxantrop adlandırılan qədim insanın çənə sümüyünün yaşı bu qədərdir. Bu tapıntı təkcə Azərbaycan üçün deyil, bütün dünya elmi üçün inanılmaz bir kəşfdir. İndi isə gəlin zamanda biraz irəli gedək və inkişafın növbəti çox mühüm bir mərhələsinə nəzər salaq. Bu dövrü özü ilə yeni bir insan növü və insanlığın taleyini tamamilə dəyişdirən inqilabi bir yenilik gətirdi. Artıq səhnəyə Neandertallar çıxır. Onların izlərini Azərbaycanın bir çox yerində, Azıqla yanaşı tağlar, zar, daş salahlı və qazma kimi mağaralarda da rast gəlinir. Bu da o deməkdir ki, insan artıq bu coğrafiyada daha geniş ərazilərə yayılmağa başlamışdı. Və məhz Neandertallar bəşər tarixinin bəlkə də ən böyük inqilablarından birinə imza atdılar. Onlar təbiətin şıltaqlığından asılı qalmayıb, iki çaxmaq daşını bir-birinə vuraraq süni yolla od əldə etməyi öyrəndilər. Bu kəşf hər şeyi, amma hər şeyi dəyişdirdi. Yəni, od sadəcə isinmək üçün deyildi əsla. O, həm vəhşi heyvanlardan qorunmaq üçün bir qalxan idi, həm yeməyi bişirərək daha qidalı və təhlükəsiz etmək üçün bir vasitə idi, həm də qaranlıq mağaraları işıqlandıran bir möcüzə idi. İnsan ilk dəfə idi ki, təbiətə qarşı bu qədər güclü idi. Və beləcə gəlib çatdıq səyahətimizin son, amma bəlkə də ən maraqlı, ən dinamik hissəsinə. Bu mərhələdə səhnəyə bizim birbaşa əcdadlarımız çıxır və əsl mədəni partlayış baş verir. Səhnənin yeni sahibi ağıllı insan, yəni Homo sapiensdir. Neandertallardan fərqli olaraq, onun beyni daha böyük idi, qaməti tamamilə dik idi və bu təkcə fiziki bir üstünlük deyildi. Bu, həm də daha mürəkkəb düşünmə, planlaşdırma və yaratma qabiliyyəti deməkdir. Və bu yeni beyin gücü özünü dərhal alətlərdə biruzə verdi. Artıq insanlar təkcə daşdan deyil, sümükdən və buynuzdan da ustalıqla istifadə etməyə başladılar. Alətlər daha kiçik, daha kəsici və daha çox funksiyonallı oldu. Bir anlıq düşünün, sümükdən düzəldilmiş iynə nə deməkdir? Bu, artıq heyvan dərilərindən özlərinə paltar tikə bildikləri deməkdir ki, bu da onları soyuqdan daha yaxşı qoruyurdu. Nizalar və qarmaqlar
ovu daha asan və təhlükəsiz edirdi. Və ən heyrətamizi, insan ilk dəfə daş və sümük üzərində cızmağa, şəkillər çəkməyə başladı. İnsan artıq yaradırdı. Təbii ki, cəmiyyət də bu dəyişikliklərdən kənarda qalmırdı. Dağınıq və müvəqqəti ulu icmanı artıq qan qohumluğuna, özü də ana xətti ilə qohumluğa əsaslanan qəbilə icması əvəz etdi. O dövrdə qadın odu qoruduğu, nəsli davam etdirdiyi və yığıcılıqla məşğul olduğu üçün icmanın mərkəzində dayanırdı. Bu səbəbdən də bu dövrə tarixçilər anaxaqanlığı dövrü deyirlər. Beləliklə, biz 100 minlərlə il davam edən, çətinliklərlə, amma eyni zamanda böyük kəşflərlə dolu bir səyahəti başa vurduq. Yaxşı, bəs bütün bu uzun dövr bəşəriyyətə nə verdi? Gəlin yekunlaşdıraq. Bu hekayənin 3 əsas qəhrəmanı oldu. Hər şeyi başladan öncüllər, yəni bacarıqlı insan, odu kəşf edib həyatı kökündən dəyişən yenilikçilər, yəni neandertallar və nəhayət incəsənəti və mürəkkəb cəmiyyəti quran yaradıcılar, yəni ağıllı insan. Bəli, hər şeyin təməli məhz o dövrdə qoyuldu. Sadə daş alətlərdən incə sümük iynələrə, dağınıq dəstələrdən qəbilə cəmiyyətinə keçid, əslində bugünkü sivilizasiyaya gedən yolun ilk və ən vacib addımları idi. Ancaq hekayəmiz burada bitmir. Əslində, hər şey daha yeni başlayır. İnsan artıq daşdan daha möhkəm, daha faydalı bir materialın, metalın astanasındaydı. Bəs misin kəşfi bəşəriyyətin taleyini necə dəyişəcəkdi? Bu, artıq bizim növbəti söhbətimizin mövzusudur.